Salam, hər vaxtınız xeyir. 7-ci sinif şagirdləri üçün KSG 5-in B variantı suallarının izahlarını paylaşıram. İzaha keçmədən öncə kanala abunə olaraq paylaşılan videolardan faydalana bilərsiniz. Keçək KSG-nin izahına. Qaraçı tamaşaları. Azərbaycanda meydan tamaşalarının geniş yayılmış növlərindən biri olan qaraçı tamaşaları qaraçı məişəti ilə sıx bağlı olmuşdur. Qaraçılar bir qayda olaraq payız, qış və yaz aylarında kənd və kənd gəzər, çay kənarında, bulaq yaxınlığında çadır qurub müvəqqəti məskən salardılar. Günün birinci yarısında qaraçılar müxtəlif kurslar işlər görər, ələk, xəlbir, oxlov, dörd ayaq düzəldib cəmaata satardılar. Tamaşalar adətən qaraçıların istirahət saatlarında axşam tərəfi göstərilərdi. Qaraçı tamaşaları açıq havada düzəldilər, bir neçə saat davam edərdi. Tamaşa heyəti əsasən meydan keşikçisindən, baş oyunbazdan, onun köməkçisindən, dəfçidən və rəqqasə qızlardan ibarət olardı. Sonralar yaranmış qaraçı dəstələrinə balabançı və ya zurnaçı da daxil edilirdi. 20-ci əsrin əvvəllərindən bəzi qaraçı dəstələrində zurnaçı, qarmonçu əvəz edirdi. Tamaşanın əsas aparıcısı oyunbaz idi. Meydanda o gah təlim görmüş ayılarla oynayar, gah da köməkçisindən meydanda sahman yaratmaq üçün tapşırıq verərdi. Qaraçı tamaşalarını qaraçı qızların oxuduqları mahnılarda bəzəyərdi. Bu mahnılarda dərin kədər duyular, qaraçıların keşməkeşli həyatından, qaraçı qızların acı taleyindən bəhs edilərdi. Xalq arasında rəğbətlə qarşılanan qaraçı tamaşaları yerli həvəskarlar tərəfindən kəndlərdə təqlid edilərdi. Birinci sual. Mətnin məzmununu əsasən söyləmək olmaz. Qaraçılar yaxşı məişət əşyaları düzəldirdilər. Bunu söyləmək olar. Tamaşalar musiqi və rəqslə müşahidə olunurdu. Söyləmək olar. Qaraçılar köçəri həyat keçirirdilər. Söyləmək olar. Qaraçı tamaşaları bu məqsədlə ayrılmış xüsusi binalarda keçirilirdi. Binalarda keçirilmirdi. Bu yanlışdır. Mahnıların məzmunu şəndir. Baxın, burada iki tip mahnılardan mahnı çəkilir. Birincisində deyir ki, qaraçıların dəstəsində zurnaçı var, balabançı var, zurnaçı, balabançı, bunların çalıb oynadığı rəqqasə var, dəfçi var. Bu mahnılar çalıb oynadıqları şəndir. Amma mətnin sonunda deyir ki, qaraçı tamaşalarını qaraçı qızların oxuduqları mahnılar bəzəyirdi və bu mahnılarda dərin kədər duyulurdu. Ona görə də mahnıların məzmunu şəndir demək də yanlışdır. Yəni həm şən var, həm də belə deyək, bədbinlik var, həm də hüzün var. Dəqiq olaraq cavab D-dir, amma D bəndində də bir əskilik var. Mətnin məzmununda hansı suala cavab tapmaq mümkün deyil. Qaraçı nəğmələrinin məzmununda hansı hiss və duyğular öz əksini tapırdı? Baxın, mahnılarının məzmununda deyir ki, qaraçı qızların oxuduqları mahnılar. Deyir ki, bu mahnılarda dərin kədər var idi. Qaraçıların keşməkeşli həyatı var idi. Qızların acı taleyi var idi. Deməli, sualın cavabı var. Qaraçılar Azərbaycan ərazisində haradan köçüb gəlmişdilər? Bu sualın cavabı yoxdur. Qaraçı tamaşalarına xalq arasında münasibət necə idi? Müsbət idi. Mətnin sonlarında deyir ki, xalq arasında rəğbətlə qarşılanan qaraçı tamaşaları. Yəni, bu sualın cavabı var. C bəndinin. Qaraçıların başqa hansı məşğuliyyəti var idi? Mətnin əvvəllərində qeyd edirlər ki, onlar nə edirdilər? Baxın, ələk, xəlbir, oxlov, dörd ayaq düzəldib cəmaata satardılar. Deməli, başqa iş sahələri də var idi. Məşğuliyyət də var idi. Qaraçı tamaşalarının iştirakçıları kimlərdən ibarət olurdu? Tamaşa iştirakçıları kimlərdən ibarət olurdu? O sualın da cavabı var. Zurnaçı, balabançı, oyunbaz. Deməli, B bəndinin cavabı yoxdur. Keçirik 3-cü suala. Hansı cümlə ilə mətnin giriş hissəsini genişləndirmək olar? Giriş hissə, baxırıq mətnin giriş hissəsinə. Deyir ki, burada Azərbaycanda meydan tamaşalarının geniş yayılmış növlərindən biri olan qaraçı tamaşaları məişəti ilə sıx bağlı olmuşdur. Demək ki, mətnin giriş hissəsi ilk cümlədir. Biz də ona əsasən yaza bilərik. Əslində, bütün tamaşanı keşikçi və onun köməkçisi idarə edirdi, olmaz. Meydan tamaşalarında əhəlləşdirilmiş heyvanlardan istifadə qədimdən mövcud idi, olmaz. Ayı müxtəlif şən rəqslərlə cəmaata eyləndirər, oyunbaz ayını meydanda gəzdirərdi, olmaz. Azərbaycan ərazisində yayılan qaraçılar məişətən Nil sahili qaraçılar tipinə aiddir, bu olar. Azərbaycanlılar arasında bu tamaşalar üçün meşələrdən ayı tutub əhəlləşdirənlər vardı, bu da olmaz. Cavabımız olacaq D variantı. Növbəti sual.
4-cü abzasda qara şriflə verilmiş sözün əvəzinə bu sözlərdən hansı daha uyğundur? Qara adalar göstərilər, təşkil edilər. 4-cü sualda mətndə altından xətt çəkilən qara hərflə, yəni qara şriftlə verilmiş söz tapılmır. Ona görə bu sualı cavablandıra bilməyəcəm. 5-ci sual. Qaraçı dəstəsindəki musiqiçilər haqqında mətnin hansı tərkib hissəsinə məlumat verilir? Əsas hissəsində yazırıq. Əsas hissə. 6. Qaraçıların düşdükləri yerlərdən vaxtından qabaq köçüb getmələri isə əlverişli olmayan şəraitlə bağlı olardı. Cümləsində köməkçi nitq hissələrinin hansıları işlənmişdir? Deməli, qaraçıların düşdükləri yerlərdən vaxtından qabaq dandənə qoşulub qoşmadı. Getmələri isə əlverişli olmayan şəraitlə bağlı olardı. İsəni də burada bağlayıcı kimi götürmək olar. Qoşma, bağlayıcı. İkisi var. Şəraitlə, şərait ilə. Bu da ilə yenə qoşmadır. Qoşma, bağlayıcı. Cavab D variantı. Verilmiş qoşmalar hansı mənaçaları yaratmışdır? O narahatlıqla ətrafına boylana qaldığı üçün, d qüsugəlinsin üçün varsa, bu səbəb bildirir. Oğlunu dəvə dalında daldalanıb oxla onun nişan aldığını, oğlunun ox ilə, bu da birgəlik ifadə eləyir. Səbəb və birgəlik cavab Y variantı. Cümlələrin birində modal söz işlənməmişdir. Təəssüf ki, mən indi onun adını unutmuşam. Deməli, təəssüf ki, burada modal söz təəssüf ki işlənib. Deməli, yerli tayfaların ənənələrindən xəbərin yox, deməli işlənib. Nəhayət, Türkmənistanda olarkən Şamaxıdan aldığı bir məktubda atasının vəfatından xəbər tutur və Şamaxıya qayıdır. Burada işlənib nəhayət. Birdən-birə nəhayəti olmayan bir göz qamaşdırıcı, təmiz işıq aləminə daxil olduq. Baxın, nəhayəti olmayandır bu. Nəhayət modal deyil. Nəhayət, musiqiçilər dayandılar. Bu da modal sözdür. Cavab D variantı. Hansı cümlədə qoşmanın yazılışında səhvə yol verilmişdir? Gəlin baxaq. Raketi tərk etdiyimizdən 11 saat sonra biz Günəş sisteminin hüdudlarından çıxdıq. Yoxdur. Meşəli döş planeti yüksəkdən baxanda bizim yeri xatırladır. Atmosfer buludları ilə əhatə olunur. Yoxdur. Meşəli döş sakinləri bizim anladığımıza görə kainatda şüurlu varlığın xüsusi bir fenomenidir. Yoxdur. Mən burada sabirlə işlədiyim günlərdə yadımda qalanları danışdım. Yoxdur. Əli müəllim topuğa can qalxmış otların arasından əvvəlik qırxboğum, quzuqulağı və mənim tanımadığım başqa bitkilərdən bir xeyli yığıb gətirdi. Yoxdur. Burada deməli bir dənə məsələ var idi. Deməli, buludları sözü saitlə bitib, buludları və ona ilə qoşması artırılır. Saitlə bitən sözə ilə qoşması artırılanda ayrı yazılmalıdır. Bitişik yazılma əsasən bədii ədəbiyyatda olur. Burada isə yanlış qeyd olunacaq. İləni burada biz mütləq ayırmalıyıq. Ona görə cavab B variantı. Hansı bənddə nida işlənməmişdir? Ehey, qara nər, ehey burada nidadır. Ay hacı, ay nidadır. Dəli Domrul dedi, ay Əzrail, ay nidadır. Qızıl tağlı uca evim, sənin kölgəliyin olsun. Qatar-qatar dəvələrim, sənin yüklüyün olsun. Burada yoxdur. Oh, məncə indi bunun heç bir faydası olmayacaq. Oh, burada nidadır. Cavab D variantı. Cümlələrdəki köməkçi nitq hissələrini aşağıdakı cədvəldə qruplaşdırın. Bəs orada Avropa mədəniyyətinin böyük nailiyyətlərini, məsələn, avtomobili gördünmü? Baxın, bəs ədatdır. Ədatdır. Məsələn, bu bağlayıcıdır. Deməli, biri bağlayıcıya da ədata yaza bilərik. Paşa qılıncını atır və bağlayıcıdır. İkini yazıram bura. Ah, aman, ya Rəb. Ah, nidadır. Nidada yazmaq olar. Aman ya Rəb, ya da yenə nidadır. Sən qadın imişsən deyə nalə çəkdi. Yazının Ələkbərə aid. Aid burada qoşmadır. 3. Olduğuna bundan canlı sübut ola bilməzdi. Bəli, bu təsdiq bildirən ədatdır. Vəziyyət bambaşqa olacaq. Səncə virgül qoyulub modal sözdür bu. Belə bir quş, bir burada ədatdır. Yoxdursa deməli modal sözdür. Əfsanə də bağlayıcıdır. Düz deyil. 12. Verilmiş sözləri köməkçi nitq hissələri kimi işlədərək cümlələri qurun. Demək, yazırıq ki, demək bunlar sənindir. Görəsən indi nə edir? Doğrusu bura
İlk dəfədir gəldiyim. Bu formada hər üç sözə aid nümunə yaza bilərik. 13. Verilmiş cümlədə doğrudur sözü sifət yoxsa modal söz kimi işlənmişdir. Bunu düz deyirsən, tamam, doğrudur. Doğrudur burada sifətdir. A variantı. 14. Hansı cümlədə köməkçi nitq hissələri sayca daha çoxdur? O da 1. Cavab verdi. 2. Ağa, bunu ruslar sonradan həkk ediblər ki, 3. Bizim şöhrətimizi kiçiltsinlər. 3 dənə. Onun arxasında da 1. Səhra yerləşirdi. Dinc, sakit, müəmmalı. Dünyanın ən gözəl səhrası. 2 dənə var burada. Necə ki, belə bir quş yoxdursa, 1, 2. Deməli, 3. Əfsanə də düz deyil, 4 dənə. Deməli, ən çox hardadır? 3-cü cümlədədir. Hansı cümlələrdə ədatın yazılışında səhvə yol verilmişdir? Deyəsən, elə bunların əfsanəvi at barədə söylədikləri ilə kifayətlənməli idim. Burada yoxdur. Yedigey belə bir dostu olmağı ilə burada ədatın yazılışı deyil, olmağı ilə qoşma yazılışıdır. Ürəyində lap qürrələnirdi. Burada yoxdur. Bunun əvəzində isə cəmaət. Cəmaət sözündə isimdir bu. Ədatın yazılışı deyil. Onun bir işindən mənə lap təfərrüatı ilə danışdı. Yoxdur burada da. Bir müddət hərə öz fikri ilə burada yenə ədatın yazılışı deyil, məşğul, səssiz, səmirsiz yeridilər. Xeyr. Xeyr sözü təsdiq inkar bildirən ədatdır. Xeyr formasında yazılmalıdır, isiz. Burada səhv yazılıb. Sözarası soruşdu ki, Bakıya, yəni ona bizim ustalarımızın hazırladıqları cihazlardan göndərə bilərəmmi? Mi burada bitişik yazılmalıdır, 6. Deməli, doğru cavab burada 5 və 6 olacaq. Və sonuncu sual idi bu. KSQ 5-in B variantına aid. Videolarımızı bəyənin, paylaşın, kanalımıza abunə olun ki, növbəti videolardan istifadə edə biləsiniz. Sağ olun, digər dərslərimizdə görüşərik.